Salam, hörmətli tamaşaçılar, Aran Ağcabədi internet televiziyasının efirində xoş gördük sizləri. Bugün yollardan danışacağıq. Hamımızın yaralı yeri olan Ağcabədi yollarından. Qonağımız isə Ağcabədi rayon icra hakimiyyəti başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fikrət Allahverdiyevdir. Fikrət müəllim, xoş gördük. Xoş gördük. Fikrət müəllim, deməli sizin qonağımız olacağınızı sosial şəbəkədə elan etmişdim və sakinlərə müraciət etmişdim ki, suallarınızı verin. Demək olar ki, sualların əksəriyyəti bizim yollarımızla bağlı oldu. Həqiqətən bir elə rayonda yaşayan sakin kimi bizi də yollarımızın vəziyyəti narahat edir. Təbii ki, müəyyən tədbirlərin görülməsini elə özümüz də çəkirik, işıqlandırırıq. Amma bu ümumilikdə rayonun yollarının yaxşı olması demək deyil, hər birimiz görürük. Ümumiyyətlə, bu yollar niyə bu vəziyyətdədir və onların, belə deyim, yollarımızın daha doğrusu düzəlməsi bu yaxın günlərdə gözlənilirmi? Gözlənilirsə nə vaxtda? Xahiş edirəm, bu vaxtda ətraflı fikirlərinizi deyiz. Çox sağ olun Məsud xanım, təşəkkür edirəm dəvətinizə görə və sizə kollektiv əvvəlcədə özlərin minnətdarlığımı bildirirəm. Əlbəttə, bu böyük bir mövzudur və şəhər sakinləri çox maraqlanırlar, zəng edirlər, suallarını verirlər və mən fərdi olaraq hər birinin suallarını cavablandırıram. Mən ümumi bir giriş üçün onu deyim ki, biz son illər 2022, 2023, 2024, 2025-ci ildə üstə götürəndə 30 kilometrə yaxın hardasa Ağcabədi şəhərində şəhər daxili küçələrə asfalt örtüyü salmışıq. Və bəzən sakinlər mənə bizə bildirirlər ki, gedir elə yer elə çəkirsiniz, bu şəhərin mərkəzi qalır kənarda və bunların da öz səbəbləri var. İndi mən onu sizə açıqlayacağam. Bəzən biz 2022-ci ildə Şamil Cəmşidov küçəsinə asfalt çəkdik. Təsəvvür edin, orada Qarabağ küçəsi ilə Şamil Cəmşidovu birləşdirən bir 2 kilometrəyə yaxın məsafə idi. İnanırsınız, oradan o Qarabağ küçəsində yaşayan, yəni sahələrə yaxın ərazidə yaşayan insanlar həm 5 saylı məktəbə gəlməyi, həm də 4 saylı məktəbə gəlməyi həddən artıq problem idi. Təsəvvür edin, uşaqlar o bataqlıqdan keçib gələ bilmirdilər. Baxırdın, uşaqlar ağappaq geyinib məktəbə gəlib çatana qədər olurdular palçıq. Biz ora həm işıq çəkdik, həm asfalt çəkdik ki, həm uşaq bağçasına, həm 5 saylı məktəbə o hissədə yaşayan insanların gəliş-gedişi rahat olsun və uşaqlar xüsusilə qış aylarında məktəbə rahat gəlib gedə bilsin. Bundan başqa Eldəniz Sadıqov küçəsində yenə də o dairəvi yollar çəkdik ki, orada yaşayan insanlar şəhərin mərkəzinə gəlib gedə bilsinlər, öz həyətlərində əkib becərdiyi məhsulları bazara çatdıra bilsinlər və həm də mərkəzi xəstəxanaya gəlib gedə bilsinlər. Çünki yol əsas infrastrukturdur və onun olması həm iqtisadi inkişafa, həm də sosial inkişafa yol açır. Və şəhər sakinlərimizə bir məsələni də çatdırım ki, bizim Ağcabədi şəhərində var iki ən böyük küçə prospektimiz, həm Heydərli prospekti, həm də Üzeyir Hacıbəyli prospekti və o cümlədən Nəriman Nərimanov küçəsi. Bu Üzeyir Hacıbəyov prospekti hardasa 4 kilometrə yaxındır. Ağcabədi Mədəniyyət Evinin qarşısından başlayır, Hacıbaba Qovsu dediyimiz Asan Xidmətin qarşısına qədər uzanır. Və Heydərli prospekti isə Ağcabədi şəhərinin Beyləqan istiqaməti girişindən Zərdaba gedən yola qədər davam edir. Və bunlar Zərdab, Beyləqan, Zərdab, Ağdam magistralı sayılır. Bunlar mən hər üçü sadaladığım Heydər Əliyev, Üzeyir Hacıbəyli, Nərimanov küçəsi, bunlar şəhərin balansında deyildi. Yəni icra hakimiyyətinin balansına aid olmayan küçələrdir, prospekt küçələrdir ki, və bunlar da Azərbaycan Dövlət Avtomobil Yollarının balansındadır. Onların təmir olunması isə il ərzində Ağcabədi şəhərinin təmirinə ayrılan vəsaitlərin onun təmiri onun çərçivəsində deyil. Yəni bizə ayrılan o vəsaitlə o magistral xətləri təmir eləmək qeyri-mümkündür. Bunu ancaq magistral yolları dediyim kimi Azərbaycan Dövlət Avtomobil Yolları Agentliyi tərəfindən həyata keçirilməlidir ki, çünki onların həm xərci böyükdür, həm onların tikintisi həm çox vəsait aparır, həm də ona əsaslı bir təmir lazımdır.
Bunu da biz rayon icra hakimiyyətinin başçısı Rafi müəllim dəfələrlə müraciət edib avtoyola rəsmi məktublar yazılıb ki, artıq bu küçələrin istismar müddəti başa çatıbdır. Onları nə yamamaqla, nə xırda cari təmirlə bunları başa gətirmək mümkün deyil. Yəni bu yollar uzun müddətli istismardadır və bunlar artıq öz istismar müddətini başa çatdırmışdır. Və bu biz ümid edirik ki, yaxın gələcəkdə indi Avtomobil Yolu Dövlət Agentliyində də yeni dəyişikliklər oldu. Yəqin ki, rəhbərlik bu bizim ünvanlandığımız məktublara müsbət cavab verəcəkdir. Bu hər iki prospekti, həm Heydər Əliyev, həm Üzeyir Hacıbəyli prospektlərini və Nəriman Nərimanov küçəsini yəqin ki, yaxın vaxtlarda təmir edəcəkdir. Bu birinci məsələ. Yəni mən sakinlərə bildirmək istəyirəm ki, o prospektlərin təmiri bizim imkanlarımızdan kənardadır. Digər bizim şəhər daxili şəhərimizdə 112 küçə vardı və bu küçələrdə də biz mən bəxtən vurğuladığım kimi il ərzində 30.000 kvadratmetr, 28.000 kvadratmetr asfalt yol örtüyü salırıq və digər o cari təmir işlərində paralel olaraq aparırıq. Lakin bildiyimiz kimi bu Azərsu Dövlət Su Ehtiyatları Agentliyi ki var və onlar tərəfindən şəhərimizdə də tez-tez qazıntılar aparılır. Və bu qazıntılar inanırsınız demək olar ki, il ərzində məsəl üçün 2025-ci ildə biz hardasa 800 kvadratmetr onlar şəhərdə qazma işləri aparmışdı ki, onların da apardığı bu qazma nəticəsində küçə dağılır və onlar da biz dəfələrlə onlara müraciət eləmişik ki, və bu qazma işin, çünki o partlayış verirsə, su bilirsiniz, o qədər güclü təzyiq yaradır ki, o asfalt qatını tamamilə dağıdır. Və bunu da təmir eləmək üçün onlarda belə bir qayda var ki, il ərzində onlar respublikada hansı şəhərlərdə neçə kvadratmetr asfalt dağılırsa, il ərzində bir dəfə onlar, çünki dövlət büdcəsindən xərclənən vəsaitlər satınlamadan keçməlidir və onlar da il ərzində Azərsu bir dəfə tender keçirir və o tenderlərdə respublikada, o cümlədən Ağcabədi şəhərində, respublikanın digər şəhərlərində də neçə kvadratmetr asfalt dağılıbsa, il ərzində onu bir şirkətə həvalə edirlər, o şirkət də gəlir, onu təmir edir. Bilirsiniz, deyək ki, fevral ayında, mart ayında, may ayında bu qazıntı işləri gedir, ancaq bu tenderlərin başa çatması gəlib çatır ilin sonuna, noyabr ayına, oktyabr ayına, arada 6, 7, 8 ay vaxt qalır. Bu vaxtda da biz Azərsu heç bir iş görə bilmir. Gözləməlidir, satılma proseduru keçsin ki, o büdcədən vəsait ayrılsın, o şirkətlər gəlsin, bunu görsün. Və bizə də ən çox problem yaradan məsələlərdən biri də bunlardır. Və bu su xətlərində biz dəfələrlə öz iradlarımızda bildirmişik ki, bunların diqqət yetirilsin və onların çəkilişi zamanı bəli, bir çox nöqsanlara yol verilibdir. Siz bildiyiniz kimi Heydər Əliyev prospektində Mədəniyyət Mərkəzinin qabağından gördüyünüz bir 600 kvadratmetr ərazidə onlar tamamilə boru xəttin yenidən çəkdilər, məcbur oldular. Özdə ağır, yüksək atmosfer təzyiqinə malik olan bir xətt idi. Bax, bu məsələlərdən şəhərdə asfaltların dağılması bax bu səbəblərdən baş verir. Bir də bildiyiniz kimi bu il ümumiyyətcə yanvar ayından uzun müddətli yağışlar davam elədi, qar, yağış və indi özünüz də görürsünüz ki, hələ yağışların kəsilmir, hələ davam eləyir və bunlarda, bu məsələlər də artıq asfaltlarda uzun müddət yaranmış o qüsurları ortaya çıxardır və o asfaltlar yenidən bərpa olmasını tələb edir. Çünki yağışlar nə qədər çox yayılırsa, həmin o davam edirsə, bir o qədər də vaxtı keçmiş, artıq istismarın müddəti başa çatmış yollarda çox böyük bir problemlər yaradır. Biz bu il hardasa təxminən 100 tondan çox çala təmirinə asfalt indiyənə qədər 108 tona yaxın asfalt vermişik. Təkcə çalaların təmiri üçün və digər küçələrin genişləndirməsinə də asfalt işləri görmüşük. İndi bu işlərimiz davam edir. Yaxın günlərdə də bir çox bizim Hüseyn Hacıyev küçəsində çox az biraz problemlərimiz qalıbdır. Xəlifəəddin küçəsində də biraz problemlər qalıbdır. Həzə Aslanovda, Qarabağ küçəsində
Və bunlar hər yağışdan sonra, hər qardan sonra kiçik olsa da çaralar əmələ gətirir və bunlar da əlbəttə şəhər sakinlərinin və sürücülərimizin haqlılığı səbəbindən narazı olur. Narazılarına səbəb olur. Biz çalışırıq. İndi bu dediyim kimi bu iki böyük prospekti xüsusilə daha çox nəqliyyatın intensiv hərəkət edən Üzeyir Hacıbəylidir, Heydərli prospekti, Nəriman Nərimanovdur. Bunları avtoyol təmir edəndən sonra digər xırda məsələlər də biz ortadan götürəndən sonra mən hesab edirəm ki, şəhərimizdə o qədər ciddi problem qalmayacaqdır. Amma ki, belə deyək də, hələ də o konkret deyil, sual altındadır. Ümid eləyək də ki, sadəcə o prospektlər düzələcəkdir. Bilirsiniz, bunlar magistral xəttlərdir. Mən dediyim kimi Zərdab, Ağdam magistralı, Ağdamda da böyük quruculuq işləri gedir. Həm də Zərdab, Beyləqan istiqamətində də bizim Heydərli prospekti yerləşir. Mən hesab edirəm ki, o məsələ ciddi məsələdir. Onu Azərbaycan Avtomobil Yolu Dövlət Agentliyinin diqqətinə kənarda qala bilməz və onlar bu məsələyə ciddi yanaşacaqlar. Çünki bunun başqa bir yolu yoxdur. O küçə belə qala bilməz. Çünki magistral əhəmiyyət daşıyır. Ona görə də mən hesab edirəm ki, bu indi onlarda müəyyən struktur dəyişikliklər gedir. Ola bilsin ki, bir ilin sonu, gələn ilin əvvəllərində mən hesab edirəm ki, öz köməklərini göstərəcəklər. Ümid eləyək, amma yenə də belə deyək, konkret vaxt bilmədik ki, hansı vaxtdan o başlanacaqdır. Ümid eləyək ki, yəni bizim çağırışımıza, bizim səsimizə bir səs verələr. Həqiqətən də yol mədəniyyətdir. Hər bir xalqın mədəniyyəti onun yoluyla ölçülür və Ağcabədidə o adı çəkilən yollarda amma biz görürük ki, həqiqətən gündən günə vəziyyət daha da pisləşir və bu da sakinlərin haqlı narazılığına səbəb olur. Ümid edirik ki, bir belə deyək, səsimiz eşidilər, sakinlərimizin səsi eşidilər. Bu yolları belə deyək, bir çarə tapılar, bir əncam çəkilər. Fikrət müəllim, çox sağ olun, çox ətraflı, geniş məlumat verdiniz yollarımız haqqında. Elə bayaq qeyd etdiyim kimi, sakinlərimizin də ünvanladığı sualların çoxu yollarla bağlı idi. Amma mən sosial şəbəkədə sizlərə ünvanlanmış bir neçə başqa sualları da istəyərdim diqqətinizə çatdıram. Sualların bəziləri də sizin işinizə aid deyil. Məsəl üçün, onlardan Hüsülü yolları, Şərəfxanlı yollarının düzəlməsidir, yaxud xəstəxanada tutaq ki, nə olubsa onunla bağlı deyirlər, orayla maraqlansınlar. Biri yazır, bir otaqlı ev istəyirəm. Yəni, suallar fərqlidir, amma onların içərisində məsələn, biri sual verib ki, daha doğrusu sual deyil, təklifdir ki, Heydər parkımız düzəlsin. Bununla bağlı nəsə bir işlər görüləcəkmi? Varmı planda nəsə belə bir şey? Biz Heydərli parkında son dəfə 2022-ci ildə təmir işləri apardıq və orada bildiyiniz kimi səhnəni yenidən qurduq. Səhnənin üstü yox idi. Orada konsert verilən zaman əgər yağış yağardısa, bütün aparatura, hər şey suyun altında qala bilərdi, yağışın altında qala bilərdi. Biz səhnəni düzəltdik, səhnənin üstünü düzəltdik və orada yaxşı haldır ki, biz 30-a yaxın müşahidə kameraları quraşdırdıq və o müşahidə kameraları birbaşa icra hakimiyyətində müraciətlər operativ baxılma mərkəzində yayımlanır. Çünki bu ora ailəvi gələn insanların istirahəti vaxtı hər hansı bir problem yaranarsa, dərhal nəsə bir oğruq hadisələr baş verərsə, o kameralar vasitəsilə izlənilir. Və orada bildiyimiz kimi səhnələrdə skameykalar düzəltdik, təzə skameykalar qoyduq. Ondan başqa ora işıqlandırma sistemlərini tamamilə yenilədik. Orada köhnə közərmə lampaları deyilən lampalarla işıqlandırıldı. Bu da çox belə necə deyirlər, parkı çox yaxşı göstərmirdi, tam işıqlanmırdı və biz ora Rusiyanın Svetelnik firmasının LED lampalarını qoyduq ki, bunlar çox 30 vatlıq lampalardır. Ona baxmayaraq, onlar həm 30 vatlıq qoymuşuq, bəzi yerlərdə də 100 vatlıq. Onlar çox güclü işıq verirlər və həm də ki, çox az vəsait sərf edirlər. Və bu LED işıqların gözəl xüsusiyyətləri odur ki, közərmə lampalarla az elektrik enerjisi işlətməklə daha çox effektli işıqlanma yaradır. Tamamilə orada biz işıq sistemi yenidən dəyişdik və hətta biz orada
deyək ki, bildiyimiz kimi Heydər Parkında meşə zolağı var, siz görmüsünüz və o meşə zolağında deməli palasatalar deyirlər, bu idman eləmək üçün səkilər var. O səkiləri biz asfalt örtüyü döşədik ki, burada insanlar səhər idmana gələnlər, gedənlər, səhər-səhər şəhər sakinləri orada idman eləsinlər. Və bizə də şəhər sakinləri tez-tez görüşəndə həmişə öz minnətdarlığını bildirirlər rayon icra hakimiyyətinə ki, bəs yaxşı ki, onları düzəltmişsiniz orada həm velosiped sürməyə, həm idman eləməyə. Deməli, haradasa biz hesablamışıq, bir dövrə vurmaq üçün, gedib qayıtmaq üçün haradasa 20 dəqiqə bir məsafədir. Bu da idman üçün çox əlverişlidir. Ondan başqa parkda yaşıllıq işləri öz qaydasındadır. Hər il o parklar suvarılır, ağaclar, meşə zolağı qorunur. Parkın içərisində, mərkəzindəki o ağaclar qorunur və orada tez-tez dağılmış otometlər bərpa olunur. Və biz indi başa düşürəm, şəhər sakinləri daha hansı arzuları var, onu desələr biz orada yaratmağa hazırıq. Bu mənada ki, biz dəvət eləmişik şəhər sakinlərin ki, orada kim istəyirsə, bu atraksiyonlardır, müəyyən əyləncə, deyək ki, uşaqların karsellərdir yaratması üçün imkan yaradırıq. Hansı sahibkarlar şəhər istəyirlərsə, biz onlara yer verə bilərik orada, gəlsinlər, gözəl imkanlarını yaratsınlar. Yəqin ki, eşidirlər buradan, təbii ki, demək təklif olunur bu şəraiti yaratmaqda. Yəni, tək icra nümayəndəliyinin, icra hakimiyyətinin üstünə atmaq olmaz bunları. Sahibkarlar da bu işdə iştirak edə bilərlər. Yəni, biz onlara dəfələrlə demişik. Biz orada yenə deyirəm, işıqlandırma sistemi tam qurulubdur. Elektrik enerjisilə rahat özünün ayrı sayğacı var. Orada artizan quyusu fəaliyyət göstərir, ancaq parka xidmət edir, parkın suvarılmasını təmin edir və suvarma sistemləri də tez-tez kanal suyu ilə bizə şərait yaradır ki, biz o parkı suara bilirik. Və orada bir sahibkara biz bu yaxınlarda orada bir mərkəz var idi, kafe, çay içmək üçün yerlər və verdik. İndi onlar orada da müəyyən şəraitlər yaradıblar və daha başqa kimlər istəyirsə biz hazırıq, gəlsin. Orada yay boyu, məsələn, əyləncəli konsertlər təşkil eləmək olar, uşaqlar üçün maraqlı, yəni proqramlar da təşkil eləmək olar. Kim istəyərsə, yəni buna şərait yaradılır. Bəli, səhnəmiz orada hazırdır. Orada yenə deyirəm, yüksək, yaxşı elektrik xəttləri çəkmişik. Çünki o aparaturanın işlənməsi, bilirsiniz, dayanıqlı elektrik enerjisinin olmasını təmin edir və biz onları yaratmışıq. Biz yayda mədəniyyət mərkəzinə, uşaq musiqi məktəblərinə müraciət edirik. Keçən yay demək olar ki, hər həftə həm kənd musiqi məktəbləri, həm də şəhər musiqi məktəbləri konsertlər verirdilər. Yay vaxtı əhali gəlirdi orada, hətta kəndlərdən də gəlirdilər, qulaq asırdılar. Yəni bu cür Heydər Parkında biz, çünki orada çox vaxt daha çox ailələr, uşaqlar gedir orada istirahət eləmək üçündür, axşam çağları. Və biz burada yenə deyirəm, müşahidə kameralarda işləyir daimi və orada hər hansı bir baş verəcək hər hansı bir insident burada icra hakimiyyətinin mərkəzdə izlənilir və kameranın yaddaşına həkk olunur. Çox gözəl. Başqa bir suala baxım. Avtobaza xətti xahiş edirik, işığa bir çarə tapılsın. Demək olar ki, işıq üzü görmürük. Demək olar ki, elə bu mənim də yaralı yerimdir. Bizdə də bir balaca külək əsən kimi, külək deməyim, meh əsən kimi, bir damcı yağış düşən kimi həqiqətən işıqlar keçir və uzun müddətli keçir. Bununla bağlı nə etmək olar? Çox yaxşı sualdır, elə yaxşı yadıma saldınız. Bu məsələyə bağlı mən istəyirəm şəhər sakinlərimizə ətraflı məlumat verim. Bilirsiniz, Azərbaycanda böyük quruculuq işləri gedir. Ölkənin xüsusilə enerji sahəsində, energetika sahəsində böyük işlər görülür və o cümlədən də Ağcabədi şəhərində. Bilirsiniz, bizdə uzun müddətdir bildiyimiz kimi Ağcabədi şəhər xəttlərində köhnədən qalmış elektrik xəttləri vardı, köhnə naqillər var idi, köhnə şalmanlar var idi və bunun yenidən əsaslı köhnə transformatorlar var idi və Ağcabədi şəhərdə də bilirsiniz, böyük, heç də ərazisi cəhətdən balaca olmayan bir şəhərdir, böyük şəhərdən özünə münasib böyük 112 dediyim kimi küçə var.
və bunlarda müxtəlif avtobaza xətti, şəhər 1 xətti, çörək zavod xətti, bilirsiniz, bu xəttlərin tamamilə yenilənməsinə ehtiyac var idi. Mən təşəkkür edirəm Azərishiqa və bunlar 2 ildə Ağcabədidə böyük işlər görürlər. Demək olar ki, tamamilə bütün o köhnə şalmanları, köhnə naqilləri, transformatorları demək olar ki, yenisi ilə əvəz ediblər. İndi hal-hazırda da işlər gedir. Həm 10 minlik xəttləri, həm o 04 dediyimiz xəttləri dəyişirlər. Bilirsiniz, siz özünüz də görürsünüz ki, şəhəri gəzən görürsünüz ki, səkilərdə hündür həm 10 minlik xəttlərin dirəkləri qurlaşdırılır, həm 04 xəttlər üçün dirəklər qurlaşdırılır. Bunlar indiki zamanda bu işləri görmək, bilirsiniz, böyük vəsait tələb edir. Və bunu Azərişıq da öz daxili imkanları sayəsində eləyir. Yəni, bu bizim Ağcabədi üçün böyük bir töhfədir. Azərişıq tərəfindən Ağcabədiyə verilən böyük töhfədir və biz də rayon icra hakimiyyəti olaraq, rayon başda Rafil müəllim həmişə bunları biz alqışlayırıq ki, çox sağ olsunlar, bu işləri bizdə aparırlar. Bilirsiniz, bunun işin gedişində də bilirsiniz, onlar yenidən qurma, buna deyək də, yenidən qurma işləri aparırlar. Görürsünüz ki, müəyyən səhər vaxtlardan işığı keçirirlər, o yenidən qurma işləri başa çatana qədər bu fasilələr yaranır. Mənə də əhalilər çox zəng edirlər ki, tez-tez bu işıq niyə köçdü, niyə keçdi? Çünki bizim, inanırsınız, bu həm o Nərimanov küçəsi tərəf, həm o Heydər Parkının arxası, həm də avtobaza tərəflə, ümumiyyətcə çox yerdə böyük problemlər var idi. Həm köhnə naqillər idi, yəni üstü açıq naqilləri də onlar. Külək olan kimi həm ağaçlar dəyirdi, toxunurdu, qısa qapanma verirdi. İndi onlar sip kabellərdən əvəz olunur. Bu sip kabellər də belədir ki, artıq o bəzi evlər var ki, kupçada ala bilmirdilər ki, üstdən 10 minlik gedir. İndi o xəttlər sip kabellərlə əvəz olundan sonra artıq onlar da çıxarış almaqlara imkanları genişlənəcəkdir. Ona görə də bu 2 ildir bu iş davam edir, yekunlaşır, azalıbdır, az vaxt qalıbdır. Yəni bu il ərzində bitəcək bu iş? İlin sonuna qədər bu iş yekunlaşacaqdır, artıq axırıncı xəttlərdə onlar, indi növbəti layihələr... Axırıncı xəttlərdə biz düşmüşük də, gözləyirik. Bu işlər tez bir zamanda, amma iş əsas odur ki, yəni bu belə bir vaxtda ölkə rəhbəri tərəfindən bu diqqət mərkəzindədir, çünki enerji əsas vacib məsələlərdən biridir. Bu həm iqtisadiyyat deməkdir, həm əhalinin yaşayış səviyyəsinin yuxarı olması deməkdir. Ona görə də bu işlər gedir. Təsəvvür edin, uzun illər qalmış problemləri həll etmək, yəni vəsaitdən çox şey asılıdır. Sakinlər də eşitdilər, yəqin ki bunu. Başqa bir sual görüm. Aha, belə bir sual var ki, Ağcabədidə səkilərin əvəzinə ağaclar gedir, yerimək mümkün deyil. Yəni bununla bağlı nə etmək olar? Bilirsiniz, bu sualı verirlər tez-tez ki, ancaq bir məsələnizin diqqətinizə çatdırım. 1-2 il bundan qabaq müharibədən sonra idi, 44 günlük müharibədən sonra idi. Bir Qazaxıstanlı bloger, məşhur blogerdir, yadınızdadır. Gəlib Ağcabədidən Qarabağa keçəndə Lukol Zapravkanın yanında belə çəkir və Qazaxıstan bilirsiniz də böyük dövlətdir. Və orada göstərir ki, orada danışanda deyir ki, bura böyük bir şəhər, böyük bir zad deyil, nətər deyim, yaşayış ərazisi deyil. Amma baxmayaraq ki, kiçik bir ərazidir. Amma ərazidəki deyir, şəhərin gözəlliyi, xüsusilə o yaşıllığı göstərir ki, bu cür yaşıllığın olmasını o arzu edir ki, deyir, mən arzu elərdim ki, deyir, bizdə Qazaxıstanda da nəinki hələ balaca rayonları, iri şəhərlərdir, buradan nümunə götürərlər, bu yaşıllığı bərpa edir. Bilirsiniz, yaşıllığı biz deyirik, çünki düzdür, ola bilər səkidə ensiz səkilərdə bəli, əkilib. Ancaq indi bizə sakinlər deyirlər, indi artıq bazar iqtisadi, rəqabətdir, gəlir internet provayderlər, çəkiliş yaparlar. İndi biz onlara, çünki rəqabətdir, bugün Citynetdir, Aznetdir, Azər Online'dir. Məsəl üçün, mənə bugün Citynet sərf eləmədisə, Azər Online ilə işləyirəm. Bu özü pis hal deyil. Yəni, rəqabət üçün bir mexanizmdir və bunlar gələcəkdə bu rəqabətə kim tab gətirəcək, o qalıb işləyəcək, kim tab gətirməyəcək, sıradan çıxacaqdır. Bundan başqa, dediyim kimi, işıq dirəkləri, məsələn, cəmaatın həyətində bastırmaq mümkün deyil, məcburuq biz bunu mərkəzdə, səkilərdən keçirək.
Həm də ümumiyyətlə ağaclıq bizə deyirlər ki, gəlin ağacları çıxardan, səki biraz boşalsın. Bu bilirsiniz, ağaclar bizim yeganə belə deyək də oksigen mənbəyimizdir. Adi bir hesablama deyim sizə, bəxtlə mən danışdım, bizdə Ağcabədidə işıqlandırma dirəkləri var idi. İndi 4000-ə yaxın işıqlandırma dirəkləri var. Özü yüksək səviyyəli işıqlandırma sistemləridir. Onun 2000-ə yaxını Philips firmasının platformlarıdır. Bunlar bir mərkəzi sistem kimi qurulubdur. Özü avtomatik idarə olunur. Təsəvvür edin, əgər bu 4000 işıqlandırma dirəyi közərmə lampasından ibarət olsaydı, vaxtı ilə, yəni bizdən qabaq olsaydı, bu hardasa bunun elektrik enerjisinə, istehsalına ayrılan vəsait, bu hansı ki LED-ə keçəndən sonra 911 min manat elektrik enerjisinin sərfinə qənaət deməkdir. Təsəvvür edin, 4000 közərmə lampası, 4000 LED işıq. Közərməyə sərf, əgər 4000 közərmə lampasında qalsaydı, 911 min biz elə bir ki elektrik enerjisinin artıq vəsait verdi və bu vəsaitdən başqa bunun ən çətin problemi ondan ibarətdir ki, burada karbon emissiyası, elektrik enerjisinin istehsalı zamanı havaya atılan karbon emissiyasını həmin o 4000 dirəyi, dediyim közərmə lampasının o elektrik enerjisi istehsalına sərf olan ki, havaya atılan karbon emissiyasını təmizləmək üçün bizə 143 min ağac lazımdır ki, il ərzində 143 min ağac işləyək ki, o havaya atılan oksigeni təmizləyə bilsin. Ona görə ağaclar bizə vacibdir, çox vacibdir. Çünki onlar hər gün bizdə bu havanın çirklənməsinin qarşısını alır, oksigeni təmin edir. Ona görə də onları mən həmişə şəhər sakinlərə deyirəm ki, o məhz Qazaxıstanı bloger də bunları nəzərə alırdı, bunları bu nöqteyi nəzərdən çıxış edirdi. Biz o yolu gedəcəyik, elə çox böyük çətinliklər yoxdur. Amma sadəcə olaraq o yaşıllığı qorumaq və onu bilirsiniz, Ağcabədi Aran rayonlarından biridir. Yayda bilirsiniz, həddən artıq istilər. Bəli. O ağacların hesabına bəli o piyadalar gedə bilər. Nə qədər ona rayon icra hakimiyyəti nəzarət edir, dövlət tərəfindən vəsait qoyulur ki, onları biz qoruyub saxlaya bilirik. Və onların qorunması üçün rayon ictimaiyyəti, rayon idarələri, müəssisələri, həddən artıq hücum edən başda rayon icra hakimi başçısı olmaqla biz bütün bunları gecə-gündüz təmin edirik ki, o yaşılıqlar məhv olmasın, onu qoruyuruq və digər obyekt sahibləri də istəmirlər ki, deyir, bu obyektin qabağından bunu götürək, qoy bu bizim obyektin qabağı geniş olsun. Ancaq bütün bunlara baxmayaraq biz buna qarşı mübarizə aparırıq ki, qoy şəhərimiz yaşıl olsun və bizim Ağcabədiyə gələn qonaqlar da inanın, hamı deyir ki, biz Ağcabədi olan bu cür yaşıllığı başqa rayonlarda biz görmürük. Bəli, onu düz vurğuladınız. Obyektlər çoxaldıqca sanki ağaclar azalmağa meyllənir. Bu insanlar məncə maarifləndirilməlidirlər ki, bu yaşıllıq məhv olmasın. Hansısa bir obyektə görə kimsə orada gəlir qazanacaq deyə rayonumuzun yaşıllığı məhv olmamalıdır. Başqa bir sualımız da var. Sakinimiz yazır ki, Asan xidmətin yanında yeni yaşayış məhəllələri zibil yeşikləri ilə nə vaxt təmin ediləcək? Öncədən təşəkkürlər. Çox sağ olun. Gözəl sualdır, həm də bizim yaralı yerimizdir. Bilirsiniz, biz Kommunal Xidmət Mənzil İstismar İdarəsi Ağcabədi rayonunun məxluq idarə və hazırdır günü bu günlərim istənilən zibil yeşiklərini qoymağa və oranı təmin eləməyə hazırdır. Ancaq mən çox təəssüf edirəm ki, bizim sakinlər elə hesab edirlər ki, bəzi sakinlər üzr istəyirəm, elə hesab edirlər ki, kommunal xidmətə müqavilə bağlayıb pul ödəmədən bu kommunal mənzil xidmət idarəsinin elə işidir ki, gəlib bu zibili götürməlidir. Bu belə deyil. İstəyir dünyanın ən inkişaf etmiş ölkələri. Məsəl üçün, mən Hollandiyanı misal çəkim ki, onlarda zibil yeşikləri kartlandır. Kartı daxil edirsən, zibil yeşiyinin ağzı açılır, pul silir, zibil yeşiyinin ağzı açılır, zibili tökürsən. Kartlanınca o zibil yeşiyinin ağzı açılmır. Və belə də zibil tökə bilməzsən, çünki onun cəriməsi yüksəkdir. Mən bu sahilə mən uzun müddətdir, istədiyim 5 il ərzində daim mübarizə aparır. Sakinlər nəinki, biz bilirik ki, Kommunal Xidmət Mənzil İstismar İdarəsi məişət tullantılarının götürülməsindən ötəridir. Çox təəssüf ki, vətəndaş, sakinlər öz evlərini təmir edirlər,
sement kağızlarını, şifr qırıntılarını, hətta kubikləri gətirib tökürlər zibil yeşiyinə. O zibil yeşiyində elə bir can yoxdur ki, onu saxlaya. Mən biz dəfələ deyirik ki, sən evini təmir elədin, kafelin qırığı, metal qırığı çıxdı, götür yığ qapına, qapında da yığ maşına, apar, tük komxozun orada poligon var, o zibillərin zərərsizləşmə üçün yerlər var, aparın tökün ora. Və kommunal xidmətlə ilk növbədə müqavilə bağlanmalıdır. Yəni dövlətin borcu deyil ki, vətəndaşın büdcədən vəsait ayrılsın, getsin vətəndaşın zibilini daşısın. Hər bir vətəndaş gəlsinlər, kommunal xidmətə mənə müraciət eləsinlər. Mən onlar üçün hər bir şərait yaradacağıq. Mən də, komxozun müdürüdür, Atamoğlan müəllim də yaradacaqlar. Müqavilə bağlasınlar, urna tiksinlər, zibil yeşikləri qoysunlar. Ancaq pul ödəmək şərti ilə. Biz dövlətin büdcəsindən elə bir dünyada elə bir təcrübə də yoxdur ki, düzdür, dövlətimiz indi bütün məsələləri diqqətə alır, xalqın yaxşı yaşamaq üçün hər şeyi nəzərə alır, amma ancaq o demək deyil ki, mən zibil pulu ödəməməliyəm, mənim zibilimi kommunal xidmət və mənzil istifadəsi götürməlidir. Mən bir daha onlara da xahiş edirəm, gəlsinlər, müqavilə bağlasınlar, aylıq orada tariflər var, hər evdən kubometrinə görə hesablanır, tarif qiymətlər var. Ona uyğun müqavilə bağlasınlar. Həm biz indi bu yaxınlarda kommunal xidmət və mənzil istismar idarəsinə rayon rəhbərin köməyi ilə, dəstəyi ilə 3 dənə böyük maşın alındı. Kommunal xidmət mənzil istismar idarəsinə də verildi. Müasir texnikalardır. Üçü də böyük bir texnikadır. Çox belə müasir, təzə texnikadır. Yəni bu zibili daşımaq bunlar üçün heç bir problem yoxdur. Sadəcə bizim vətəndaş sakinlərin pul ödənməsində bəli çətinliklərimiz var və hətta onlar çox əziyyət çəkirlər. Təsəvvür edin, elə rayon var ki, məsəl üçün Ağdaş kimi şəhərdə ay ərzində 48 min pul yığılır. 48 min. Amma bizdə onu heç onun yarısına da çata bilmirik. Aydındır. Burada bayaq bir sual var idi, sonra tapa bilmədim. Düzdür, konkret küçənin adı çəkilməmişdi. Amma küçə işıqlarının yanması ilə bağlı sakin bildirmişdi ki, bəzən ümumiyyətlə yanmır, bəzən yanıb keçir. Deyirdi ki, yəni bu işə necə nəzarət olunur? Bununla bağlı fikirlərinizi bilmək istəyərdik. Təşəkkür edirəm. Mən həmin sakinimizə də bildirmək istəyirəm ki, yəni məsələ nədir? Biz vətəndaşlar bu cür tələb elədikcə bizi də sevinirik. Nə mənada sevinirik, orası da açıqlayayım. 2021-ci ilə qədər Ağcabədi şəhərində dediyim kimi 1000-ə yaxın işıqlandırma dirəyi var idi. 1000-ə yaxın. O da təxmin harda idi? Heydərli prospektində, Üzeyir Hacıbəyli prospektində, şəhərin mərkəzi küçələrində. Və mən o vaxtları biz baxırdıq, onlar da közəlmə lampalarında işıqlar vermirdi. Ancaq son 2021-ci ildən bəri, 2022, 2023, 2024-cü illərdə, xüsusilə 2022-ci ildə bizim Ağcabədidə 2000-ə yaxın Hollandiya firmasının, Philips firmasının, Hollandiyanın Philips firmasının plafonları quruldu 2000-də Bakı Abadlıq tərəfindən. O çox müasir bir sistem idi və onların da bir dirək deməli ay ərzində hardasa 1 manat 40 qəpik pul yazır. Təsəvvür edin, 2021-yə qədər biz il ərzində o 1000 işıqlandırma dirəyinə görə dövlət büdcəsinə 70 min, 80 min manat il ərzində pul ödürdük. Ancaq indi biz 4000 işıqlandırma dirəyinə 55 min, 60 min pul ödürük. 4 dəfə artıbdır, həm işığın keyfiyyəti artıbdır, ancaq ödəniş hələ bundan azalıbdır. Biz şəhərimizin əksəriyyət küçələrinə işıqlanma çəkdik və bu işıqlandırma sistemi çəkdikcə də düzdür. O birisi küçənin sakinləri istər-istəməz arzu edir ki, bunun da küçəsində olsun. Yəni belə bir rəqabət yaranır. Hamı arzulur ki, niyə bu küçəyə çəkildi, biz qaldıq. Niyə burada oldu, biz qaldıq. Yəni biz buna həmişə sevinirik ki, deməli iş gedir ki, vətəndaşlar bunu arzuluyurlar. Bizim ən yaralı məsələlərimizdən biri də o idi ki, 2021-ci ilə qədər biz hesablama apardıq. Azərenerjiyə bizim 65 min manat borcumuz var idi. Biz indi 2022-ci ildə bu borcu tamamilə bağladıq. Bizim hal-hazırda Azərenerjiyə heç bir borcumuz yoxdur.
Bütün sayğaçlarımız da blomludur. İşıqlarımız da gecə səhərə qədər yanır, çünki buna biz nəzarət edirik. Ola bilər, bəli, indi şəhər dediyim kimi 4000 işıqlandırma dirəyi var. Bunun harası hesab təkcə 56 kilometr o dediyim Bakı-Abadlıq tərəfindən quruldu. Bir təxminən biz hesab edirik ki, 100-120 kilometr bizim şəhər daxilində bu dəqiqə küçələrdə işlamamız var. Bilirsiniz, bunu hər axşam 100 kilometr gəzib tapmaq olmur ki, bunun harda yandı, harda yanmadı. Və biz sakinlərdən, görürsən, sakinlər gec birdən məlumat verirlər ki, bu küçədə yanmadı. Biz həmin dəqiqə bizim elektriklər, monitörlər gedirlər, həmin ərazidə işığı verirlər. Biz demək olar ki, işıqlanma sahəsində heç bir problemimiz yoxdur. Gələn qonaqlar da həmişə mənə bildirirlər ki, çox yaxşıdır. Ağcabədə işıqlandırma sistemi demək olar ki, həm parklarımızda, həm şəhidlər xiyabanlarda biz o Rusiyanın Svetelnik firmasının işıqlarını quraşdırmışıq. 15 iyun parkında da, siz gördüyünüz Muğam parkında da. Baxın, çox gözəl, yəni elə bir qabaqcıl firmaların, deyək ki, bizə Ağcabədə yenə deyirəm, Hollandiyanın Philips firmasının plafonlarıdır, dünyada məşhurdur. Rusiyanın Svetelnik firmasının məşhurdur. Bir də Kitayın, Çinin Fest firması var. Onlar da yüksək qarantiya verirlər. Çox az enerji yazan işıqlandırma sistemidir. Mən belə bir ciddi problem eşitməmişəm həmişə. İndi o sakində əgər orada problem yanarsa bizə zəng eləsin, şəxsən mənə zəng eləsinlər. Biz həmin dəqiqə o məsələni aradan qaldıracaq. Yəni bizim heç bir enerji Azərişə bir qəpik olsun borcumuz yoxdur. Hələ artıq ödəmələrimiz olur. O Azərişıqla da çox gözəl münasibətlərimiz var. Onlar da biz qarşılıqlı şəkildə işləyirik ki, həm gecə, gündüz, həm əhalinin işıqlanması, həm küçələrin işıqlanmasında, həm onun rəhbərləri də düzdür. Bu müddətdə rəhbər dəyişiklikləri olub, onlarda 2 rəhbər dəyişibdir. Bu dəyişikliklərə baxmayaraq bizim işimizdə heç bir narahatçılığımız, bir-birimizə qarşı problemlərimiz olmuyor. Və mən sakinlərdən xahiş eləmişdim ki, sualları konkret versinlər. İndi yəqin izləyirsə həmən sakinimiz konkret küçə adı yazsaydı, yəqin ki, siz ona dərhal baxardınız, yəni tədbir görülərdi. Hər halda yenə də sizə müraciət edə bilərlər bununla bağlı. Başqa bir sual görüm. Deməli, sualların əksəriyyətini belə deyim, oxşar suallar olduğu üçün mən bəzilərini səsləndirdim. Xoş bir fikir də var, istəyərəm onu da səsləndirim. Bir nəfər yazıb, adı tam məlum deyil. Sualım olanda zəng edirəm, birbaşa sualımı da verirəm, təklifimi də edirəm. Gözəl insandır Fikrət müəllim. Vallah, uşaqla uşaq, böyüklə böyükdür. Tək ki, bütün məmurların hamısı Fikrət müəllim kimi sadə, gülər üz olardı. Mehriban insandır. Nəsə belə xoş sözlər yazıbdır. Təbii ki, biz tamaşaçımıza minnətdarımızı bildiririk. Yəni, yalnız belə deyim də, nöqsanı, qüsuru yox, görülən işi də görmək lazımdır. Yaxşı işləri də dəyərləndirmək lazımdır. Bu baxımdan mən bütün sakinlərimizə minnətdarımı bildirirəm ki, öz suallarını ünvanladılar və sizə də minnətdarımı bildirirəm ki, bu sualların hər birinə ayrı-ayrılıqda çox geniş, əhatəli şəkildə fikirlərinizi bildirdiniz. Başqa özünüzün demək istədiyiniz bir fikriniz varsa, buyurun. Fikrim ondan ibarətdir ki, bəli, bu bizim borcumuzdur. Yəni biz başda bizim prezident cənab İlham Əliyev olmaqla onun bütün tapşırıqlarını biz yerinə yetirməyə bizim borcumuzdur. Bu bizim, necə deyirlər, xalqa xidmət göstərmək, yenə deyirəm, bizim borcumuzdur. Bizim işimiz bundan ibarətdir. Və bununla da bağlı rayon icra hakimiyyəti başçısı Rafil müəllim bütün o lazım olan tədbirləri, göstərişləri verir. Biz bu, necə deyirlər, bu işləri görməyə özümüzə fəxr bilirik və həmişə də bizim telefonlar, mənim şəxsən prinsipim bu da açıq olur. Kim zəng edir, cavab verməyə hazırdır. Çünki o insandır, soruşur, maraqlanır, şəhər sakinidir. Bu şəhərlə o fəxr eləməlidir, bu şəhərdə yaxşı yaşamalıdır. Və bütün bu yaradılan, bütün bu şəraitlərə görə də mən ölkə rəhbərinə bir daha özlərim minnətdarlığımı bildirirəm. Bu yaradılmış bu şəraitlə bağlıdır, gözəl əmin-amanlıqla bağlıdır, ictimai-siyasi sabitliklə bağlıdır. Bütün bunların arxasında duran məhz ölkəmizin rəhbəri cənab İlham Əliyevdir. Oldu. Çox sağ olun Fikrət müəllim. Bir daha dəvətimizi qəbul edib gəldiyiniz üçün minnətdarlığımızı bildiririk.
Belə əziz tamaşaçılar, biz əslində mövzuya yollarla başladıq, amma sizlərin sualları sayəsində mövzumuz həm də digər istiqamətləri aldı və inanıram ki, siz suallarınızın cavabını yetərincə, yəni sizi qane edəcək dərəcədə ala bildiniz. Bugünlük isə bu qədər. Sağ olun, sağlıqla qalın.